bana çok maraq. Bizim Azərbaycan xalqının vətəndaşı Türk dilli ve Rus dilliləri niye paylaşırıq ki biz? Ben mesela Rus dili bilmirəm. Çox adam baxsa Rus dili var. Qardaş, mani onu niye? Hətta bəzən mənə göndərirlər. Kız bana onu niye göndər? Mən Rus dili bilmirəm. Mani göndərsən. Mesela Ərəbcə Şeyh Şamil dersini göstərsəm nə deyərsən? Bəzən mən Ərəb şeyhlərini paylaşıb deyirlər, qardaş, niye paylaşırsan? Biz başa düşmürük. Deyirəm, haqlısan. Amma mənim məqsədim müəyyən adamlar var, elm tələbələr var. İndi məndə Ərəbcə bilən insanlar çoxdur. Tələbələr var, alimlər var, o var, bu var. Və sən Türkçü paylaşırsan, Ləzi harada bilir Türkçəni? Sen niye paylaşıyorsun? Yoktur mu? Sen öz milletinin, bak bu da kıskanmak meselesi değil kardeş. Yani biz o kesmişiz kardeş. Ben bu ömrüm o kıskanmak, ay şu adam çok oldu, ay az oldu, tıklayan oldu, olma kardeş. Biz onu kesmişiz. O bizim dönemimizde, o şahlıktır, o cavanlık alametleridir. Bizim o rekabet, biz Allah'ın rızasını kazanmakta rekabet edirik. Biz peygamberlerin yolunu gedirik. Bize icabet eden bir nefer de olur. Biz bilirik ki izzet edende, azlıkta, çoklukta, şeref de Allah'ın elindedir kardeş. Allah subhanahu teala kullarını imtihan ediyor bundan. Benim meselem seninledir ki sen niye özünü bedbaht ediyorsun? Niye? Niye öz milletine, niye öz halkına, niye öz halkının elm adamlarına değer vermirsen? Niye öz halkının talebelerini üstün tutmursan? Niye? Niye onları paylaşmışsan? Niye onlarla sevinmişsen? Niye onlara dua etmişsen?